Salam dostlar. Bugün mətbəxdə biraz özümə vaxt ayırmaq istədim və ürəyimcə bir yemək hazırladım. Qoyun ətindən elə bir yemək bişirdim ki, bu qazan məni çox xoşbəxt elədi. Bişirmək, yemək çox xoşbəxt edir məni. Sadəcə yeməyə baxmaqla belə iştahım açılır. Hələ iyindən ki danışmıram. İçində nə var deyə soruşsanız, videoda da görəcəksiniz. Nəyi nə qədər qatmışam, heç özüm də bilmirəm. Əlim nəyə uzanırsa, onu da əlavə etdim. Çünki bəzən yeməkləri ağıl ilə deyil, ürəklə bişirmək lazımdır. Elə olduğu halda inanın daha dadlı, daha gözəl görünüşlü yemək ortaya çıxır. Mən bu yeməyi özümə bişirdim. Yorğun saatlarımın mükafatı, özümə əhsən sənə deməyimin bir yoluydu bu. Siz də özünüzə belə ləzzətlər bişirin. Özünüz üçün, sevdikləriniz üçün, həmişə paylaşmaq üçün, başqaları üçün deyil. Bəzən özün ilə də paylaşmaq yetərli olur. Dostlar, videomu bəyəndinizsə, bəyənməyi, fikir yazmağı unutmayın. Bu da mənim yeməyim.